Növbəti istənilən sualımız səhifə 77-dəki 5-ci misaldır. Baxaq. Nömrə 5, səhifə 77. Burada da deyir ki, qisməti tapın, cavabı vurma əməli ilə yoxlayın. 6-da 5 bölək 15-də 8 bərabərdir. 6-da 5 olduğu kimi qalacaq. Vurmaya keçdiyinə görə 8 ilə 15-in yeri dəyişəcək. Olacaq bu şəkildə. 6-nı 3-ə ixtisar eləyəndə 2, 15-i 3-ə ixtisar eləyəndə 5 olacaq 20. 5-də 16. Yenə daha doğrusu 16-da 25 vurulsun 15-də 8-ə. 8-i 2-yə böləndə deməli 4, 16-nı 2-yə böləndə 8, 15-i 5-ə böləndə 3, 25-i 5-ə böləndə 5, 5-i 4-ə vuranda. Deməli, burada 8 ilə 4 deyəni ixtisar gedir. Elə bunu 8-ə də ixtisar eləyə bilərdik. 8-i 4-ə ixtisar eləyəndə 2, 4-ü 4-ə böləndə 1 olacaq. 6-da 5. Eyni cavabı almış olduq. İkincisi, nə deyir? 16-da 5 böl 18-də 5-ə. 16-da 5 vurulsun 5-də 18. 5-lər ixtisar gedir. Deməli, 18-i 2-yə böləndə 9, 16-nı 2-yə böləndə 8 edir. 8-də 9. 8-də 9-u biz yenə gətirib 18-də 5-ə vururuq. 2-yə qalır. 8-i 2-yə vuranda 16, yuxarıda da 5 qalmışdır. Üçüncü misal. 8-də 1 böl 22-də 5. 8-də 1 olduğu kimi qalır. 5-də 22 olur. Bu da olur 22-də hər tərəfi 2-yə bölərik. 11. 8-də 2-yə 4. Bu dedir 20-də 11. Buradan yazım. 20-də 11. 20-də 11-i biz vursaq 22-də 5-ə deməli edər. 22 ilə 11 ixtisar gedəcək 2, 5-lərə də ixtisar gedəcək 4. Olacaq 8-də 1. Dördüncü misal. 7-də 5 böl 7-də 1. Burada 7-də 5 vurulsun. 1-də 7. 7-lər ixtisar gedir, qalır burada 5. Biz həmən 5-i 7-də 1-ə vurduğumuz zaman elə 7-də 5-i almış oluruq. 5-ci misalımız. 3-də 2 bölək 12-də 5-ə. 3-də 2 olduğu kimi qalır. 12 ilə 5-in yeri dəyişilir. 12-ni hər tərəf 3-ə ixtisar getdiyinə görə 4. 8 böl 5. 5-də 8-i də 12-də 5-ə vurduğumuz zaman 5-lər ixtisar gedir. 12 ilə 8 hər tərəf 4-ə ixtisar olunur. Burada 3 qalır. Burada 2 qalır. Bu da olur 3-də 2. 6-cı. 9-da 8 bölək 15-də 2. 9-da 8 vurulsun 2-də 15. 15-i 3-ə böləndə 5, 9-u 3-ə böləndə 3. 8-də hər tərəf 2-yə ixtisar olunduğuna görə 4. 4, 5-im 20 bölək 3. Biz 3-də 20-ni yenə vursaq 15-də 2-yə, hər tərəf 5-ə ixtisar olunacaq. 15-i 5-ə böləndə 3, 20-ni 5-ə böləndə 4. Olacaq 4, 2, 8, 3, 3, 9. Bu şəkildə yazılacaq. Sonra 7-ci misal. 27-də 4 bölək 9-da 5. 27-də 4 olduğu kimi qalır. 5-də 9. Hər tərəf 9-a gedəcək. Burada 3 qalacaq. 5 üçün 15-də 4. 15-də 4-ü 9-da 5-ə vursaq, hər tərəf 5-ə ixtisar gedəcək. 3 qalacaq. Olacaq 27-də 4. 8-ci. 8-də 5 böl 6-da 5. 8-də 5 vurulsun. 5 böl 6. Bunlar ixtisar gedir. 6-nı 2-yə böləndə 3, 8-i 2-yə böləndə 4. Olur 4-də 3. 4-də 3-ü də 6-da 5-ə vurduğumuz zaman hər tərəfin
3'e bölərik eləyər 2, bu dedir 8'də 5. 9-cu. Buradan görünmür, mən yazıram, sizə göstərirəm. Bu şəkildə. 7'də 5 vurulsun, deməli 2'də 3. Bu nə edəcək? 5'i 3'e vurduğumuz zaman 15, 7'nin 2'ye 14. 14'te 15'i vur, 3'te 2'ye. 2'ye gidəndə 1, 2'ye gidəndə 7, 3'e gidəndə 1, 3'e gidəndə 5 olacaq. 7'də 5. Həqiqətən də baxın, eyni cavabları alırıq biz. 10-cu misal 8'də 3 bölək 11'də 6. 8'də 3 olduğu kimi qalır. 6'da 11. 6'nı 2'ye böləndə 6'nı daha doğrusu 3'e böləcəyik. 2, 3 3'e böləcəyik. 1 edəcək 11'də 8 2 16. Yəni 16'da 11 vurulsun yenə. 16'da 11'i biz vuracağıq 11'də 6'ya. 6'nı 2 ixtisar eləyəndə 3 eləyəcək. 8 edəcək. Bunlar da ixtisar gedəcək. Olacaq 8'də 3. 11'inci 12'də 5 bölək 16'da 5. 12'də 5 olduğu kimi qalır. 5'də 16. 5'lər ixtisar gedir. 16'nı deməli 4'ə böləndə 4 eləyəcək. 12'ni 4'ə böləndə 3 eləyəcək. Olacaq 3'də 4. 3'də 4'ü də biz 16'da 5'ə vurduğumuz zaman hər tərəf 4'ə gedəcək 4. Bu da olacaq 12'də 5. 12-ci misal 9'da 8 böl 15'də 4. 9'da 8 olduğu kimi qalacaq. 4'də 15. Hər tərəfi 4'ə bölsəm 1, 4'ə bölsəm 2, 3'ə bölsəm 3, 3'ə bölsəm 5 olur. 10 bölünsün 3. Yəni 3'də 10 vurulsun 15'də 4'ə. Burada hər tərəf 5'e ixtisar olunsa, burada 3 qalar. 5'e ixtisar eləsək 2 qalar. Edər 9'da 8. 13-cünü buradan yazaq. 13-cü 4'də 1 bölək 5'də 2 bərabərdir. 4'də 1 vurulsun 2'də 5 edir 8'də 5. 8'də 5'i də mən 5'də 2'yə vursam 5'lər ixtisar gedəcək. Hər tərəf 2'yə böləndə olacaq 4'də 1 və sonuncusu 14-cü 16'da 7 bölünsün 8'də 3. 16'da 7 vurulsun 3'də deməli 8'ə 8'ə böləndə 1, 8'ə böləndə 2, 6'da 7 edəcək. 6'da 7'ni də 8'də 3'ə vurduğumuz zaman 2, 1, 6'ya 2. Bu da edəcək 16'da 7. Bu misalımız da bu şəkildə yazıldı. Ümid edirəm ki, qısa da olsa izahım sizə başa düşüləcək şəkildə verə bildik.